Uşaqlarımız əslində çox ağır çanta daşımamalıdırlar. Bu bir mənalı olaraq qəbul edilməlidir. Duruş pozisiyalarına diqqət etməlidirlər. Bu, onurğa sütuna əyrilikləri ilə nəticələnə bilər. Uşağımızda skalyoz, kifoz, lordoz kimi onurğa sütuna əyrilikləri meydana gələ bilər. Uşaqlarımızda qida rasionuna diqqət etmək gərəkir. Məktəblərdə özəlliklə uşaqlarımız valideynlərdən bu hardasa deyim 7-ci, 8-ci siniflər, 9-cu siniflər artıq mən varam, mən bir yetişkinəm kimi bir duyğuya qapılırlar. Bu zaman valideynlərindən pul alıb bufetlərdən istədikləri fast food qidaları alırlar, onlarla bəslənirlər. Bunlar təbii ki də zərərlidir. Bunlardan istifadə etməyəcəklər. Məktəblərdə özəlliklə havalandırmaya diqqət etmək lazımdır otaqlarda. Buna müəllimlərimiz xüsusilə diqqət etməlidirlər. Çünki bəzən olur ki, otaqda 20 nəfər, 30 nəfər uşaq olur və 45 dəqiqə ərzində heç havalandırma olmur. Sonraki dərsə keçirlər. Bu zamanda yenə də havalandırma olmur. Bu nəticə etibarilə yoluxucu infeksiyaların uşaqların bir-birinə keçməsinə zəmin yaradır. Havalandırma mütləqdir. Havalandırmaya diqqət edəcəyik.